Yığışdırılsın artıq bunlar. Bezmişik buna. Marker almaqdan süpürgə pulu. Məktəb rəhbərliyinin göstərişi ilə şagirdlərdən pul yığıldığı iddia olunur. Belə bir iddia ilə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 298 nömrəli məktəbin 2-ci sinif şagirdlərinin valideynləri Xəzər xəbərə müraciət ediblər. Valideynlərin adından çıxış edən Sevinc Əliyeva deyir ki, hər ay bəzi siniflərdən pul tələb edilir. Bu A4 vərəqləri Təhsil Nazirliyi bütün məktəblərə verirsə, niyə məktəbin direktoru məndən test pulu alır? Ayda 3 manat test puludur, markerdir. Hər gün marker almaqdan yorulmuşuq sinifdə. Hazırlığa, müəllimin yanına hazırlığa gedən uşaqlar test pulu vermir. Əgər bu test pulu verilirsə, bunu Təhsil Nazirliyi deyirsə, niyə başqa valideynlər onda vermir? Mən bir uşaqdan əlavə 2-3 uşağa baxıram mən. Nəyinə çatdırıb xanım? İşləmirəm. Bu azmış kimi də məktəb direktoru bizi həm qədəliyir ki, bir də sosial mediaya versən bizi hansısa jurnalist yığsa, sizin başınıza oyun açacağım. Valideyn Sevinc Əliyeva deyir ki, daha əvvəl 298 nömrəli məktəbdə çalışan direktorlar rüşvət məsələsinə görə işdən kənarlaşdırılıblar. Təhsil Nazirliyi də bildiyimə görə həmən bugünkü məktəb direktorunu bu məktəbə 298 nömrəli məktəbə təyin edib ki, burada rüşvəti yığışdırırsın. Valideynlərin dediyinə görə şagirdlərin ekskursiyaya aparılması üçün onlardan 20, 30, hətta 50 manat, hədiyyələrin alınması və bayramlar üçünsə müxtəlif vaxtlarda 5 manat pul yığılıb. Məsələ ilə bağlı Bakı şəhər üzrə təhsil idarəsindən Xəzər xəbərə bildirildi ki, 298 nömrəli tam orta ümumi təhsil məktəbində vəsaitin toplanması iddiası ilə bağlı idarə tərəfindən araşdırma aparılacaq. O da qeyd edilib ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yol verilməzdir.